Ramiz Mehdiyevin komandasının tərkibi üzə çıxdı. Keçmiş prezident administrasiyasının rəhbəri Ramiz Mehdiyevin ətrafında formalaşmış siyasi dairənin əsas üzvlərinin adları məlum olub. Siyahıya dövlət idarəçiliyində və parlamentdə uzun illər mühüm vəzifələr daşımış şəxslər daxildir. Elmar Məmmədiyarov, sabiq Xarici İşlər naziri, Əli Həsənov, prezident administrasiyasının keçmiş şöbə müdiri, Əbülfəz Qarayev, sabiq mədəniyyət naziri, Eldar Mahmudov, sabiq Milli Təhlükəsizlik naziri, Cahangir Hacıyev, Eldar Mahmudovun qudası, Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri, Zahid Oruc, Milli Məclisin deputatı, Məlahət İbrahim qızı, Milli Məclisin deputatı. Mənbələrin bildirdiyinə görə bu şəxslər Ramiz Mehdiyevin siyasi və informativ təsir dairəsində birləşərək illər boyu dövlətin müxtəlif sahələrinə təsir imkanlarını qoyublar. Hazırda istintaq bu əlaqələrin hüquqi aspektlərini araşdırır və yeni adların da siyahıya daxil olacağı gözlənilir.